16 yaşlı uşaqlar üçün sosial şəbəkə qadağası. Avstraliya 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrdə qadağa tətbiq edib. Yeni qərara əsasən yeniyetmələr Facebook, Instagram, TikTok, X, YouTube, Snapchat, Threads, Reddit, həmçinin Kick və Twitch kimi platformalarda yeni hesab aça bilməyəcək. Mövcud hesabları isə mərhələli şəkildə deaktiv ediləcək. Hökumət bu addımı uşaqları sosial şəbəkələrin zərərli paylaşımlarından və psixoloji təhdidlərdən qorumaq məqsədi ilə atdığını bildirib. 2025-ci ildə aparılan araşdırma 10-15 yaşlı uşaqların 96%-nin sosial şəbəkələrdən istifadə etdiyini və onların böyük hissəsinin qadın düşmənçiliyi, zorakılıq, intihar və qida pozuntusu kimi problemlərlə üzləşdiyini göstərib. Qadağanın icrasına nəzarət əsasən platformaların üzərinə düşür. Qaydanı pozan şirkətləri 49,5 milyon Avstraliya dolları, yəni təxminən 56 milyon manata dək cərimə gözləyir. Sosial şəbəkələr yaşın təsdiqi üçün dövlət sənədi, üz və səs tanıma ya da davranış analizi kimi texnologiyalardan istifadə etməlidir. Məsələdə uşaqlar və ya valideynlər cəzalandırılmır. WhatsApp, YouTube Kids və Google Classroom qadağaya daxil edilmir. Lakin Roblox və Discord üçün məhdudiyyətlərin genişləndirilməsi gündəmdədir.